Salam. 1 iyunda keçirilmiş 1-ci qrup üzrə blok imtahanının fizika fənnindən belə bir test tapşırığına baxaq. K çarını açdıqda dəyişən cərəyan dövrəsinə, deməli burada qeyd edirik, dəyişən cərəyan dövrəsinə qoşulmuş ampermetrin göstərişi necə dəyişər? Birinci bilirik ki, dəyişən cərəyan dövrəsində I bərabərdir U bölünsün kondensator qoşulan dövrdə tutum müqavimət olur, XC-yə bərabərdir. Digər tərəfdən bilirik ki, XC bərabərdir 1 bölünsün omega C-yə. İfadəmizi yerinə yazsaq, I bərabərdir U bölünsün XC-nin yerinə yazırıq 1 böl omega C. O da bərabərdir U vurulsun omega vur C. Baxırıq ki, birinci dövrə qapalı olduqda, yəni K açarı qapalı olduqda kondensatorlar paralel birləşdirilmişdir. Paralel birləşmədə ümumi tutumumuz C ümumi bərabərdir 2C'dir. Onda birinci açar qapalı olduqda bərabərdir U vurulsun omega vurulsun 2C yazarıq. Paralel birləşmədir. Açdıqda isə dövrəyə bir kondensator qoşulduğundan onda yazarıq I bərabərdir U vurulsun omega vurulsun təkcə burada yazarıq C. Deməli onda ampermetrin göstərişi bayaq U omega 2C idi, indi isə U omega C'dir. Ampermetrin göstərişi buradan 2 dəfə azalar.